6'dan başlayaq. 7-ni seçdim. Eyni tipli olanları saxlamışam, amma hər birindən ən azı bir neçə dənə nümunəyə baxaq ki, digərlərini rahat işləyə biləsən. 7-ci suala baxaq. Coğrafi koordinatı 35 dərəcə şimal enli və 55 dərəcə şərq uzunluğu olan məntəqə Bakı şəhərindən hansı istiqamətdə yerləşmişdir? Bakının koordinatlarını yazıram həmişəki kimi. Bir dəqiqə rəngi dəyişib. Sarı rəng solğundur. Bəli. 40 dərəcə şimal enli, 50 dərəcə şərq uzunluğu. Bura Bakının koordinatıdır. Sonra bizə deyir ki, 35 dərəcə şimal enliyi və 55 dərəcə şərq uzunluğu. Təxmini çəkirəm 35 dərəcə şimal enliyi və 55 dərəcə də şərq uzunluğu. Bakıdan daha cənubda və şərqdə yerləşir bu məntəqə. İstiqaməti soruşur ki, həmin məntəqə Bakı şəhərindən hansı istiqamətdə yerləşir? Bakı şəhərindən olacaq cənub-şərq istiqaməti. Çünki 5 dərəcə cənuba düşdük, 35 dərəcə şimal enliyidir. 5 dərəcə də şərqə doğru getdik, 55 dərəcə şərq uzunluğu. Bakıdan istiqaməti olacaq cənub-şərq istiqaməti. D variantı doğru cavab. Başa düşdün? Bildim mən. Aha, başa düşməsən soruşursan. Sonra 14. 14'e baxaq. Eyni meridian üzərində yerləşən, təxmini bu da eyni tipli sualdır. Eyni meridian üzərində yerləşən Ulanbator şəhəri 48 dərəcə şimal enliyində, Jakarta isə 6 dərəcə cənub enliyindədir. Çəkək yenə. Bunlar hər ikisi eyni coğrafi uzunluqda yerləşir. Ulanbator şəhəri 48 dərəcə şimal enliyində. Bunu yazdıq. Jakarta isə 1 dərəcə şimal enliyindədir. Bizdən nə soruşur? Ulanbator Jakartadan hansı azimutda? Hansı azimut? Bəli, Jakartaya görə Ulanbator hansı azimutda yerləşir? Yuxarıda. Yəni daha şimalda 0 dərəcəlik azimutda yerləşir. Sonra deyək ki, və istiqamət yerləşir. Hə, istiqamət isə şimal və 0 dərəcədir. Bəli. B variantı. Bəli. Sonra 18-i işarələmişəm. Sən başa düşmədiklərindən. Baxaq 18-ə. Bəli. Grenlandiya adasının cənub ucqar nöqtəsi ilə yerləşdiyi yeri yazıbdır burada. 60 dərəcə şimal enliyi. Yazıram burada. 60 dərəcə şimal enliyi. Bura oldu Grenlandiyanın ucqar cənub nöqtəsi. Şimal coğrafi qütbü. Şimal coğrafi qütbü yerləşir 90 dərəcə şimal enliyində. Onu da belə çəkək. 90 dərəcə şimal enliyi. Bizdən nə soruşur? Şimal coğrafi qütbü və Grenlandiya arasında olan ən qısa məsafə 30 milyon miqyaslı xəritədə neçə santimetr olar? Hesablayaq. Bunlar arasındakı dərəcə fərqini tapaq. 90 dərəcə şimal enliyi, 60 dərəcə. Eynilikdə çıxırıq. Bəli, çıxırıq. Aradakı dərəcə fərqimiz elədi 30 dərəcə. 30 dərəcə. Eyni meridian üzərində deyək. 1 dərəcəlik meridian qövsümüzün uzunluğu olurdu 110. Yox, meridian qövsü deyilsə 111 kilometrlə hesablanır. Bəli. Aha. O da 3330. 3330, bəli. 30 dərəcəmiz isə x-dir. X də eləyir 3330 kilometr. Yəni bu bizim həm də həqiqi məsafəmizdir. Çünki bu məntəqələr, bu dərəcələr arasındakı məsafədir deyə buna həqiqi məsafə yazırıq. Həqiqi məsafəmiz bu qədər. Sonra bizə miqyas verilibdir. Miqyasdan 5 dənə 0 silirik kilometr çevirmək üçün. 5 dənə 0 sildik. Yerdə qaldı 300. 30. 300. Bəli, 30 milyon olduğuna görə qaldı 300. 300 kilometr. Xəritədəki məsafəni soruşuq. Xəritədəki məsafə bərabər idi. Düsturumuz belə idi də. Ay, sağ ol. Həqiqi məsafə bərabər idi. Miqyas vurulsun xəritədəki məsafəyə. Onu da çevirəndə xəritədəki məsafə bərabərdir. Həqiqi məsafə. Bəli, düzdür. İndi yerinə qoysaq, xəritədəki məsafəmiz bərabər olacaq 3330 bölünsün 30-a. Nə qədər olacaq təxmini? Burada da deməli, baxırıq variantlara verilibdir. Deməli, burada olacaq bizim doğru cavabımız Y variantı. Yox, Y bir dəqiqə yox. Üzrsə Y deyirəm. A variantı 11.1. A variantı 11.1. Bəli, 11.1 santimetr. İndi bunu qeyd elədim. Bəli. Sonra növbəti sual 49.
Çevirək 49-a. Hə. Baxaq görək 49-da nə deyir bizə. Sxemə əsasən doğru olan ifadəni müəyyən edin. Hə, bir neçə məsələn koordinatlar verilib, sənə hərflər verilibdi. Yadımıza salırıq ki, ekvatordan qütbəyə doğru getdikcə məsafə kiçilirdi, bir dərəcəyə göstərən uzunluqları da kiçilirdi, paralel çevrilərin uzunluqları da kiçilirdi. Amma bütün coğrafi uzunluqlar, yəni meridianlar eyni idi. Hamısının uzunluğu, meridian çevrələrinin hər birinin uzunluğu 40.009 km idi və biz məsələləri 40.000 olaraq hesab veririk. İndi bizə baxaq gör nə deyir. Deyir, B-nin sahəsi Y-dən böyükdür. Baxırıq B-yə. Doğru olan ifadəni soruşur bizdən. Doğru olan ifadə hansı olacaq? B yerləşir 20 və 30 dərəcə şimal əyniləri arasında. Ekvatordan bax 20 dərəcə daha yuxarıdadır. 20-30 dərəcənin arasında yerləşir. Amma Y məntəqəsi ekvatordan 10 dərəcə ilə ekvatorun arasında yerləşir. Ekvator daha yaxındır. Və biz bilirik ki, yer kürəsi ekvatorda daha enlidir. Ekvatordan nə qədər uzaqlaşsan, məsafə bir o qədər kiçilir. B məntəqəsi ekvatordan Y-yə nisbətən daha uzaqdadır, 20-30 dərəcə arasında. Amma Y ekvatordan 10 dərəcənin arasında. Ona görə A variantı səhvdir. B variantına baxaq. D ən böyük sahəyə malikdir deyir. Baxırıq. Məsələn, D məntəqəsi 10 və 20 dərəcəlik uzunluqların arasında və ekvatordan 10 dərəcə şimal enliyi arasındadır. Y məntəqəsi də eyni ilə 10 və 0 dərəcə enlikləri arasında yenə dərəcə fərqi 10 dərəcə coğrafi meridianlarda, çünki hər birində eynidir, məsafə də dərəcədə. Və ekvatordan 10 dərəcə ilə 0 dərəcənin arasında yerləşir. Yəni 10 dərəcə arada maksimum fərq var. Ona görə Y ilə D-nin uzunluqları bir-birinə bərabər olacaq. Yəni məsafələr, sahəsi bir-birinə bərabər olacaq. Bu da səhvdir. Sonra C variantına baxaq. B və C-nin sahəsi A-dan kiçikdir deyir. B şimaldadır. 20-30 dərəcə arasında yerləşir. A isə onlardan daha şimaldadır. 30-40 dərəcənin arasındadır və təxminən məsələn A gəlib düşsə buralara, B ilə C isə bu daha aşağıda yerləşdiklərinə görə olacaq A onlardan daha kiçik. Tam tərsinə yəni B və C-nin sahəsi A-dan böyük olmalıdır. D-yə baxaq. A və C eyni sahəyə malikdir. Baxırıq ki, A şimaldadır. Şimala getdikcə də və cənuba da doğru getdikcə həmçinin, yəni ekvatordan həm şimala, həm cənuba doğru uzaqlaşdıqca qövslərin uzunluqları da kiçilir. Bir dərəcəyə qövsün uzunluğu yəni. Və yaxud da paralel çevrələrin də. Çünki yer kürə formasına. Elə bir ki, o topun yuxarısına doğru əlvi çəksən, görərsən ki, həqiqətən də məsafə kiçilir. Ona görə A ilə C eyni sahəyə malik deyil. A daha kiçikdir. Sonra Y variantına baxırıq. Y və D məntəqələr eyni sahəyə malikdir. Bu düz olacaq. Nəyə görə? Çünki arada bax, məsələn, 10 dərəcə 20 dərəcə arasında yerləşir. 10 dərəcə fərq var. Uzunluq olaraq. Y də 10 ilə 0-ın arasında yerləşir. Yenə 10 dərəcə fərq var. Və D məntəqəsi 0 dərəcəlik enlikdən ekvatordan 10 dərəcə yuxarıdadır. Y məntəqəsi də ekvatordan 10 dərəcə cənubdadır. Ona görə hər ikisinin də ekvatordan hər ikisi eyni məsafədə yerləşdiyinə görə və eyni qədər də coğrafi uzunluq fərqi olduqlarına görə Y və D məntəqələr eyni sahəyə malikdir. Doğru cavab Y bəndi. Aydın oldu? Bəli. Sonra növbəti sualın 53 olub. Baxaq. 53-də deməli nə deyir? Şərtinə birinci baxırıq məsələnin. Sxemə əsasən ABC xətti üzrə məsafənin 1/20 milyon miqyası, bəli. Burada cavab variantı olmayacaq. Hesablayaq. Gəl hesablayaq. ABC xətti üzrə məsafəni hesablayaq. Bax, A-dan B-yə qədər neçə dərəcədir? 20 dərəcə ilə 0 dərəcənin arasında 20 dərəcə fərq varmı? Sonra B-dən C-yə qədər neçə dərəcədir? 30 dərəcə qərb uzunluğu, 30 dərəcə şərq uzunluğudur. Bax, bura qərb yarımkürəsidir. Çünki ortada Qrinviç yerləşir. Burada şərq yarımkürəsi. Bəli. Toplayırıq. Aradakı dərəcə fərqi 60 dərəcədir. Sonra 20 dərəcə, 60 dərəcə. Toplamda 80 dərəcədir. Mən bunların hər birini, yəni cəmini ümumiyyətlə 111-ə vura bilərəm. Çünki A ilə B eyni meridian üzərində yerləşir və bir dərəcəlik meridian qövsümüzün də uzunluğunu bilirik ki, 111 kilometrdir. Baxırıq ki,
B ilə C də ekvatorun üzərində yerləşir. Ekvatorda da bir dərəcə qövsün uzunluğu 111 km. Əslində yəni 111.3-dür. 111 ilə hesablanır məsələlərdə. Ona görə də hər ikisini də toplayıb Bəli. belə 80 dərəcəyə vursaq, 80 dərəcəmiz isə x kilometr. Buradan da çarpaz vurulur, tənasüb. X də alınır 8880 kilometr. Bəli. Bu bizim həm də həqiqi məsafəmizdir. Yəni yer Və- səthindəki həqiqi məsafə oldu bu qədər. Sonra bizə yenə miqyas veribdir. Eyni bayaqki məsələ tiplidir. 5 dənə sıfırı silirəm kilometrə çevirmək üçün. Miqyasımız qalır 1 santimetrdə 200 kilometr. Bizdə çatmayan nədir? Xəritədəki məsafə. Necə olacaq Həqiqi dostlar? məsafəni də bölürlər miqyasa. Bəli. Həqiqi məsafəni bölürük Sağ miqyasa. böləcək 44 tamamdır. Ay sağ ol 44,4. Qoy tam yazaq çünki qeydi sənə ayrıca da atanda rahat tapa biləsən. 8880 bölürəm 200-ə 44,4. Sonra növbəti suala baxaq. Yəni mənim burada ikisini qərb şərq qoyduq. 30-30 fərqli olduğu üçün topladıq. Sonra üstünə də 20 gəldik. Birbaşa 80-lə. Bəli. Bəli deyil. Tək-tək də olsaydı, məsələn, Bəli. 20 dərəcə ilə 0 dərəcə arasında 20 dərəcə vurardıq 111-ə 2220. 60 dərəcəmiz də vursaydıq 111-ə 6660. Toplamda yenə 8880. Eyni şey eləyəcəkdi. Sonra 58-ci Bəli. suala baxaq. Bəli. Çevirim səhifəni 58. Təxmini bu da eyni tipli məsələdir. 58-də baxaq görək bizə nə deyir. Ekvator üzərində 100 dərəcə şərq uzunluğundan şərqə doğru 8991 kilometr məsafədə yerləşən nöqtənin coğrafi koordinatını müəyyən edin. Hesablayaq. Ekvatoru yazırım bura. Və ekvator üzərində 100 dərəcə şərq uzunluğu. Bu da olsun 100 dərəcə şərq uzunluğumuz. Buradan şərqə doğru 8991 kilometr məsafə var. İndi baxaq gör 8991 kilometr neçə dərəcə deməkdir. Ekvatorda da bir dərəcəlik qövsün uzunluğu 111 kilometrdir. Sonra x dərəcəmiz isə 8991 kilometr idi. İndi burada x-i taparıq. Nə qədər eləyəcək? 8991-i 111-ə bölərik. Eləyəcək 81 dərəcə. Bəli. Yəni ekvatorda 100 dərəcə şərq uzunluğundan sən 81 dərəcə şərqə doğru gedəcəksən. 100 dərəcə şərq uzunluğundan 80 dərəcə getsən, gəlib çatırsan 180 dərəcəlik coğrafi uzunluğa. 1 dərəcəlik yolun qalsa, keçirsən özü qərb yarımkürəsinə. O 180 dərəcədən 1 dərəcə çıxanda gəlib çatırsan 179 dərəcə qərb uzunluğuna. Və coğrafi enlik üzrə hərəkətlənmirsən deyə, yəni ekvator dəyişmir. Amma coğrafi uzunluğun olur 179 dərəcə qərb uzunluğu. Başa düşdün? Bəli. Şeydir, bu 81 tapdı, o da şərqə doğruydu deyə. Bəli. Sonra 1 dərəcədə 80 elədi, 1 dərəcədə çıxdı. Bəli. Sonra 180. dəyişmədiyi üçün, bəli, 174. Bəli. 179. 180-ə çatdıq. Bəli, 180-ə çatdıq. Elə bir ki, şərq yarımkürəsi bitdi. Məsələn, belə deyək də, sən tutaq ki, evdən məktəbə doğru getməlisən. Biraz yol getmirsən, yolun bitdi. Düz getdiyin yol bitdi. İndi yolu dönməlisən getmək üçün. Qalan məsafəni də yolu dönərək gedirsən. Bu da elədir. 81 dərəcə getməlisənsə 100 dərəcə uzunluqdan. 181-ci uzunluq yoxdur çünki. 180 dərəcəyə çatdın, 1 dərəcəni keçirsən o biri yarımkürəyə 179 dərəcə qərb uzunluğu olur doğru cavab. Sonra başa düşməsən təkrar soruşarsan, izah eləyərəm sənə. Növbəti sual 63-ə baxaq. Görək 63 necədir. Bunu silim. Bu da təxmini eynidir, amma bu səfər Bakıdan deyir. Bakı şəhərinin koordinatını yazaq. Bakıdan 90 dərəcə azimutda deyir. Bakı şəhəri yerləşirdi 40 dərəcə şimal enliyində. Hansı uzunluqda? 55 dərəcə şərq uzunluğunda. 50 dərəcə. 50. O 50 Pekin dərəcə. idi, 55 dərəcə. 50 dərəcə şərq uzunluğu. Pekin ondan 117 dərəcə şərq uzunluğunda yerləşir. Pekin onlar arasında
Bəli. Məsafə var. Pekin 117 dərəcə şərq uzunluğundadır. Bakı şəhəri 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. İndi baxaq. Bakıdan 90 dərəcə azimutda, yəni 90 dərəcə azimut şərq istiqamətdir. Üzü şərq istiqamətində 4270 kilometr. 4270 kilometri yazıram. Bu qədər məsafədə yerləşən nöqtənin coğrafi koordinatlarını müəyyən edin. Bakıdan şərqə doğru gediriksə, coğrafi enliyimiz dəyişmir. Yenə 40 dərəcə şimal enliyi olacaq. Dəyişən coğrafi uzunluq olacaq. Çünki sən enli üzrə hərəkətliysən. Şərqə və qərbə doğru gedəndə enli üzrə hərəkətliysən, coğrafi uzunluq dəyişir, enlik dəyişmir. Amma şimala və cənuba gedəndə meridian eyni qalır, paralellər dəyişir. Ona görə də 40 dərəcə şimal enliyi olan variantları saxlayıb digərlərini çıxırıq. İndi hesablayaq. 4270 kilometr görək nə qədərdir? 40 dərəcə paralellər, 1 dərəcə qövsün uzunluğu nə qədər idi? 111. 40 dərəcə paraleldə 1 dərəcə qövsün uzunluğu. Yadıma sal. 85.4 tə. Ay sağ ol. 85.4 kilometr. Və bunlar arasındakı məsafəni bilmirik neçə dərəcədir. X dərəcəmiz isə 4270 kilometrdir. Bəli, burada da x bərabər olacaq. 4270-i böləcəksən 85.4-ə, o da eləyir 50 dərəcə. Yəni 50 dərəcə şərq uzunluğundan 50 dərəcə məsafədə gedəcəksən. Gəlib çatacaq nə qədər? 100 dərəcə şərq uzunluğu. Baxın bir dəqiqə variantlara. 40 dərəcə şimalin 100 dərəcə şərq uzunluğu Y variantı. Sonra yəni 50 dərəcə oldu, 50 dərəcədə getdik deyə şərq uzunluğu, yəni 50 dərəcə, 100 dərəcə. Ay sağ ol. 50 dərəcə idi. Biz də 50 dərəcə şərqə doğru getdiyimizə görə olur 50 dərəcə, 100 dərəcə şərq uzunluğu. Sonra o bir suala keçək. Növbəti sual, mən həm də sualların yerini axtarıram deyə vaxtımız biraz çox gedir. 65-dir. Növbəti nömrələdiyimiz sual. İndi ona baxaq. Azərbaycanın xəritəsində eyni meridian üzərində 38 və 41 dərəcə paralellər arasındakı məsafə 66.6 sm olarsa bu xəritənin miqyasını hesablayın. Yenə bax dərəcə fərqi var. Dərəcə fərqini çevirəcək kilometrə. Bu olacaq bizim həqiqi məsafəmiz. Sonra həqiqi məsafəyə əsasən verilib burada bizə xəritədəki məsafə. Xəritədəki məsafəni hesablayıb, yəni həqiqi məsafə ilə xəritədəki məsafəni hesablayıb, sonra isə biz miqyası tapırıq. Necə tapacaq? Yenə yazaq. 38 və 41 dərəcə şimal enlikləri. 41. Eyni. Bəli. 38. Aradakı dərəcə fərqi olacaq 3 dərəcə. Və meridian üzərində yerləşdiyinə görə 1 dərəcə qövsün uzunluğu meridianlarda 111 kilometr idi. 3 dərəcəmiz isə olacaq. Bəli. 3333 kilometr. 333 kilometr. Bu bizim həqiqi məsafəmizdir həm də. Sonra xəritədəki məsafəmiz də verilibdir 66.6 sm. Bizdə miqyas var. Bəli, miqyas da tapanda həqiqi məsafəni bölünsün xəritədəki məsafə. Yəni indi miqyası yazırıq buradan. Həqiqi məsafəmiz 333 kilometri bölürük 66.6-ya. O da eləyəcək 5 dəfə. Yanına da kilometr, 5 kilometr yəni. Yanına da 5 dənə sıfırı gələsi olsaq, 1 bölünsün 500-dən. Başa düşdün? Başa düşdün, izah edeyim bir də. Başa düşdüm mən. Yaxşı. Sonra növbəti işarələdiyimiz sualı tapın. 68. A nöqtəsindən hərəkət edən gəmi əvvəlcə 270 dərəcə azimutdan. Baxaq ki, A nöqtəsinin yerləşdiyi yerlər haradır. Bura Qvineya körfəzidir. Ekvator xətti ilə Qrinviç meridianının kəsişdiyi, yəni başlanğıc paralel və başlanğıc meridianın kəsişdiyi yerdir. Buradan əvvəlcə 270 dərəcə azimutdan hərəkət edib. Yəni üzü qərbə doğru hərəkət edib nə qədər? 3330 kilometr. 3330 kilometri tapaq görək neçə dərəcə deməkdir. Ekvatorda 1 dərəcəyə qövsün uzunluğu 111 kilometrdir. Getdiyi məsafə isə 3330 kilometrdir. X dərəcəmiz isə 3330. Bəli.
3330'u da 111'e bölərək eləyəcək 30 dərəcə. X bərabər oldu 30 dərəcə. Yəni 0 dərəcəlik uzunluqdan 30 dərəcə qərbə doğru getdi. Gəlib çatır bu 30 dərəcəlik qərb uzunluğuna. Sonra nə deyir buradan? Sonra deyir 0 dərəcəlik azimutla. Yəni üzü şimala doğru 0 dərəcə azimut şimal bildirir. 6660 km getdi. Meridian üzrə gedib. Meridianlarda da biz bilirik ki 1 dərəcəlik qövsün uzunluğu 111 km-dir. 60 dərəcə yol gedibsə 60 isə x. Daha doğrusu burada verib məsafəni. Mən birbaşa üzrsə hesablayaraq dedim. Olar mən. Burada deməli x dərəcə. O gözüm o qədər öyrəşib ki, rəqəmi görəndə bilirim neçə dərəcə olacaq təxminən. X dərəcəmiz isə 6660 kilometrdir. 60. Aha, buradan da x-i taparıq 111'ə bölməklə 6660 60 dərəcə eləyəcək. 0 dərəcəlik uzunluqdan 60 dərəcə şimala doğru çıxası olsaq, gəlib çatacaq 60 dərəcə 0 dərəcə enlikdən şimala doğru 60 dərəcə şimal enliyi. 60 şimal 30 dərəcə qərb uzunluğu. Baxaq. D variantı. Evet. Verilənləri birinci bir-bir yerinə qoyuruq. Deməli, A nöqtəsindən hərəkətləyən gəmi əvvəlcə 270 dərəcə azimutdan, yəni 0-cı enliklə 0-cı uzunluğun kəsişdiyi yerdən 30 dərəcə qərbə doğru getdin. Sonra da 60 dərəcədə sən şimala qalxdın. Ona görə 0-dan 60 dərəcə yuxarı qalxanda 60 dərəcə şimal enliyi və qərbə doğru da 30 dərəcə getdiyinə görə 0-dan 30 dərəcə qərb uzunluğu oldu bizim koordinatlarımız. Sonra növbəti nömrələdiyimiz suala baxaq. 70. Nə deyir 70-ci sualda? Oxuyun bir dəqiqə şərtini onun. Deməli, sualımıza baxırıq. Bakıdan 180 dərəcə azimutla 50 dərəcə, sonra 90 dərəcə azimutla 30 dərəcə gedən müşahidəçinin çatdığı məntəqənin coğrafi koordinatlarını və Bakının həmin məntəqədən hansı istiqamətdə yerləşdiyini müəyyən edin. Aha, baxaq. Bakı şəhərinin yazaq yenə yuxarıda. 40 dərəcə şimal enliyi, 50 dərəcə də şərq uzunluğu. Bura Bakının koordinatı. Sonra nə deyir bizə? Buradan Bakıdan 180 dərəcə azimutdan, yəni üzü cənuba doğru 180 dərəcə cənub istiqaməti bildirir. 50 dərəcə. Aha. Sonra 90 dərəcə azimutla da 30 dərəcə gedib müşahidəçi. İndi baxaq. Bakıdan 50 dərəcə cənuba doğru düşsən, sən, yəni 40 dərəcə şimaldan 50 dərəcə aşağı düşürsə olsan, gəlib çatırsan 10 dərəcə cənub enliyinə. Çünki 40 dərəcədən ekvatora qədər gəldin, yəni 0-a qədər gəldin 40 dərəcə. Yerdə yolun qalıb 10 dərəcə, 10 dərəcəni də aşağı düşürsən, olur 10 dərəcə cənub enliyi. Və buradan 90 dərəcə azimutla, üzü şərq istiqamətidir 90 dərəcə azimut. 30 dərəcə gedibdir. 50 dərəcə şərq uzunluğundan da 30 dərəcə şərqə doğru getsən, gəlib çatırıb məntəqən bura. 80 dərəcə şərq uzunluğu, 10 dərəcə də cənub enliyi. Başa düşdün? Bəli. Oldu B variantı və bizdən soruşur ki, Bakının həmin məntəqədən hansı istiqamətdə yerləşdiyi müəyyən edin. Bu məntəqədən Bakıya doğru bir ox işarəsi qoysaq, görək ki, şimal-qərb istiqamətidir Bakının istiqaməti. Yəni ki, müəllim, bu 50 idi. 40 dərəcə şimal enliyi olduğu üçün orada 50 oldusa 10 dərəcəmiz qalıb. Yəni 10 dərəcədə çəkəcəkdən doğru. Sonra 90 dərəcədə şərq olduğu üçün 50 orada 30 dərəcəmiz qalır. 50 30 80 dərəcə. Bəli. Sən yəni irəli getməlisən, şərqə doğru getməlisən. 50 dərəcə şərq uzunluğu, 30 dərəcəni gəlsən 80 dərəcə şərq uzunluğu olur. Sonra bunları silək. Keçək növbəti sualımıza 72. İkinci suala baxaq, görək nə deyir. 25 dərəcə və 36 dərəcə şimal enlikləri. 25, 36 və 46, 56 dərəcə şərq uzunluqları arasında yaşayan coğrafi koordinatlar sıxımda hansı sahələr düşür? Baxırıq, birinci enlikləri tapaq. 25 dərəcədən 36 dərəcəyə qədər olan enliklər, bax, burada 30-dan başlayır. 25 dərəcədən sonra gəlirsə, burada isə bizim enliyimiz 30 dərəcə ilə, daha doğrusu belə deyək də,
Uzunluqlar 46-56-dır. 46 ilə 56 dərəcəli uzunluqlar arasındakı o şeylər 45 ilə 60-ın arasında yerləşir. Bəli. Yəni o coğrafi koordinatlar 45 ilə 60-ın arasında ola Bəli. bilər. 46, 56-ya qədər. 56, Bəli. 45-in 60 bəli. Bəli, 45-in 60-ın arasında yerləşir. Sonra deyir ki, 25 Bəli. və 36 dərəcəli şimal enlikləri. 25 və 36 30 dərəcə, yox. bəli. Məsələn, 25-ci enlik burada da ola bilər. 36-cı enlik də Bəli. 30-dan 40-ın arasında da ola bilər. Yəni bu 4 məntəqənin 4-ü də əslində enlik olaraq uyğun gəlir, amma coğrafi uzunluq olaraq uyğun gələn yalnız 45 ilə 60-ın arasıdır. Ona görə də 1 ilə Bəli. 3 səhvdir. 45 ilə 60-ın arasında yerləşən məntəqələr 2 ilə 4-ün məntəqələridir. Doğru cavab oldu 2 və 4. Cavab B variantı. Bəli. Bəli. Başa düşdün? Bəli. Mən. Sonra bunu silək. Növbəti suallara da baxaq. Bir dəqiqə 70-ə baxdıq indi. 72-yə baxdıq. 76. Aha. 76-cı suala baxırıq. Silindrik proyeksiyada tərtib edilmiş dünyanın siyasi xəritəsində daha az təhrifə məruz qalan əraziləri göstərən sxemləri müəyyən edin. Silindrik proyeksiya, bax belə o düz formada Konus silindrik. proyeksiyada var bəli. Aha, konus, silindrik, azimutal belə çox üzlü proyeksiyalarımız var. Çox Silindrik proyeksiya bu formadaydı. Burada globusu təhlil qoydular, bəli, silindirin üstünə. üstünə. Bəli. Ora toxunma nöqtəsi də sıfır tərif nöqtəsi adlanırdı. Ay, sağ ol. Və burada ekvator üzrə sıfır tərifli xətt yaranır. Çünki sadəcə bir nöqtədə toxunmur. Xətt üzrə toxunduğuna görə Bəli. sıfır tərifli xətt ekvator xəttidir. Həmin o ekvator üzərində xəritədə səhvlər olmur. Məsələn, Afrikanın xəritəsini silindrik proyeksiyada tərtibləsək daha düzgün göstəriləcək. Və biz ekvatordan Bəli. şimala və cənuba doğru uzaqlaşsaq, təhriflər artacaq. Yəni səhvlər artacaq, dəqiqlik azalacaq. Ona görə deyək ki, silindrik proyeksiyada tərtib edilmiş dünyanın siyasi xəritəsində daha az təhrifə məruz qalan ərazilər ekvatora yaxın olan ərazilərdir. Ekvatordan uzaqlaşsan daha çox təhrif olacaq. Ekvatora yaxın olan məntəqələrə baxırıq ki, 5, bax 5 dərəcə və 15 dərəcə cənub enlikləri arasında. Sonra bir də onlar məsələn 2. 25 dərəcə ilə 15 dərəcəlik enliklər də yerləşir ekvatora yaxın. Məsələn, 3-cü məntəqə daha uzaqdadır, 45-55 dərəcə enliklər arasında. Bir də uzaqdadır, 55-65. 4 isə bəli, lap uzaqda. Ona görə doğru cavab oldu 2 və 5. Yəni Y variantı. Evet.